tarixin elə bir məqamına gəlib çatmışıq ki, burada seçim, burada güc, qüdrət, cəsarət zamanı gəlib. Düzdür, biz güc, qüdrəti artıq son 5 ildir dünyaya nümayiş etdiririk, amma bu yetərli deyil. Trump, yəni Amerika, bəlkə düşünərlər ki, arxasında Amerika deyəməyib, mən belə düşünmürəm. Amerika dərin dövləti də, Amerika beyni də, həmən o Maduranı yorğan döşəkdən oğurlayıb Amerikaya gətirən həmən o güc də Trump'ın arxasındadır. Və Trump bütün qaydaları pozur. Necə ki, prezidentimiz dedi, beynəlxalq hüquq daha yoxdur. Beynəlxalq hüquq olmayandan sonra sən gücü və qüdrəti üçüncü kim güclüdürsə, kim cəsarətlidirsə, o bu dünyada yaşayış qazanacaq. Deyə bilərsə, o bu sən olacaq, o bu sən öləcək. Dünya böyük müharibə, savaş ərəfəsindədir. Və zəiflər burada məhv olacaqlar. Burada haqlı, haqsız yoxdur. Qardaşlar, bacılar, deyə bilərsiniz ki, bu barədə niyə televizyonlarımız danışmır, niyə ziyalılarımız danışmır? İndi hamısı sizə deyəcəm. Çünki orada oturanlar, televiziyada oturanların böyük əksəriyyəti, böyük həddən artıq əksəriyyəti, həmən Rusun burada imperiya müzəti tör töküntüdür, zirzibil demək istəyirəm, amma demək olar, tör töküntüdür və ziyalı saydığınız ortalıqda şair kimi, yazıcı kimi gəzənlər də həmən Rus imperiyasının burada düzəltdiyi o rezin oyuncaqlardır. Rezin, təmiz rezin oyuncaqlardır, zirzibildirlər, açıq demək lazımdır. Ona görə onlar sizə heç də danışmayacaqlar. Onlar ancaq o məqamı gözləyirlər ki, Azərbaycan yenə rəzil, qorxaq, ayaq altına düşmüş, milli kimliyini itirmiş hala düşsün və bunlar da gülçəylə çıxsınlar ortalığa, bizi də aparıb həbs elətdirib orada güllələtdirsinlər və başımızı əzsinlər və desək, gördünüz, Rusiya, onlar tör-töküdüdür, amma zamanları keçib, məğlub olurlar, çürüyüblər və çürümüş halda da ora-bura, ona görə onlardan heç nə gözləməyin. Deyə bilərsiniz ki, yaxşı, necə güclü olmalıyıq? Dəfələrlə buradan söylənilib ki, haradasa 6-cı, 7-ci əsrdə, yəni 1500 il bundan əvvəl, indiki Monqolistan ərazisində ata-babamızın qurduğu böyük Türk xaqanatı var idi. Göyk Türklər deyirlər onlara, Göyk Türklər. Göy, səma, Tanrı, Tanrı sevgisini yaşayan babalarımız, Gültekinlər, Bilgə xaqanlar, xaqanlarımız bir ucu Saqalin, bir ucu Krım, indiki Rusiyadan da qat-qat böyük bir imperiya, böyük bir dövlət yaratmış və orada Orxan Yenisey, öz əlifbamız vardı. Özəl mədəniyyətimiz vardı. Öz əlifbamız vardı, söz yazımız varsa, deməli orada savad vardı, oxuyub elm vardı. Deməli orada xaqanımızın adı Bilgə xaqandır. Bilgə, yəni bilikli. Və orada yazılıb, ey Türk sən özünə dön, titrə özünə dön. Hətta o da var orada. Yəni üzərindən bütün çirkabları at, titrə özünə dön və sən böyük olursan, böyük olacaqsan. Və bu harada başladı, biz harada məhv olduq? Mən sizə deyim, 16-cı əsrə qədər babalarımız böyük dövlətlər və dünyanın ən qüdrətli insanları və ən qüdrətli dövlətlərini və millətini, xalqını, o vaxt millət deyildi, o toplumunu yaratmışlar. İstərsiniz Hindistanda Babur xan, istərsiniz Avropada Sultan Süleyman, istərsiniz Şərqdə Sultan Səlim, istərsiniz Qafqazlarda Şah İsmail, Şah Abbas və s. yəni indiki İran ərazisində, istərsiniz Türkistanda, Orta Asiya deyirlər, Ruslar adını Orta Asiya qoyurlar, indiyə kimi də o terminlər dilimizdədir. Yəni, Türkiyədə artıq əmr verilib ki, adı Türkistandır. Niyə? Çünki Türklərin qurduğu bir Turan məkanıdır orada. Orada Əmir Teymur, Çingiz və s. və s. və s. Rusiyanın ərazisində Batıxan. Yəni, dünyanın Avropada həmən yenə də Batıxanımız, hər yerdə qüdrətimiz vardı. 16-cı əsrə qədər. Bərabər də başladı. Adımız yadımızdan çıxanda, yadımızdan çıxardırdılar. Çıxartdılar da. Sultan Səlim, Böyük Sultan Səlim, Çaldıran döyüşündə, iki qardaş savaşında Şah İsmail üzbəüz gəlib və hər ikisi türklüyünü unudub. Hər ikisi burada heç birinə bəraət qazandırmaq olmaz. Bəzən Şah İsmail tərəfdarları var ki, bu Azərbaycan aşağı, nə Azərbaycan, nə Türkiyə, o vaxt nə Türkiyə vardı, nə Azərbaycan vardı. İkisi də Türkman, yəni Türkün yaratdığı dövlət idi. Birinin adı Osmanlı idi, birinin adı Səfəvi idi. Biri öz babasının adını qoymuşdu Osmanlı, bu da Şeyx Səfi öz babasının adını qoymuşdu. Və salam, o vaxt Azərbaycanlı, Türk filan yaddan çıxmışdı, çoxdan Türk sözü. Sultan Səlim Misiri fəth eləyəndən sonra, Çaldıran döyüşündə Şah İsmail qalib gəlindən sonra özünü xəlif, yarısı oğlunu xəlif, xilafətin başçısı, ərəb deyil, özünü üçüncü xəlif elan edəndən sonra bitir. Yavaş, ta gəlir çıxır Osmanlının son dönəminə qədər. Baxın,
Osmanlını yaradan, Osmanın atasının adına baxın. Osmanın atasının özünün adı Otoman olub əslində. İndi o vaxtı Osman yazıblar və sonra da gəlib elə də davam edib. İndiyə kimi Avropalılar Otoman imperiyası deyirlər. Yəni Ertuğrul və Osmanın da oğlu Orxan. Adlara baxın. Ertuğruldan başlayan bir imperator dövləti, imperiya, böyük dövlət, o vaxtın ən qüdrətli dövləti Ertuğruldan başlayan, Osmanın atasından başlayan, Orxanın dədəsindən daha doğrusu başlayan, belə demək istəyirəm. Yəni başlayan Ertuğruldan. Sonuncu sultanın adı Vahadettin idi. Vahadettin. Ertuğrul, Qazi və Vahadettin. Və o Vahadettin, həmən o Vahadettin artıq özü türk saymırdı. Ətrafı hamısı Yunanlar, Ermənilər, Rumlar və bütün günü türkünü aşağılamaqla məşğul idilər. Pis həkimə türkə çarə deyərdilər. Savadsız adama türkə sayaq deyərdilər. Bəli, hətta Arşın Mallan filmində fikir verin, ana öz oğluna deyir ki, ay oğlum, mən türkə sayaq adamam, mən belə şeyləri, ərəb dilim filan, yəni belə hilələri filan başa düşmürəm, da açıq danış, başa düşəklər. Türkə sayaq deyərdilər. Pis söz danışan kimi deyirlər, ay türkün misalı, ay niyə alçaqca danışırsınız? Biz sabah söyüş edəbsiz danışmışıq ki, indi də Azərbaycanda masa arxasında danışanda türkün misalı filan şey oldu, türkün misalı filan şey oldu. Amma bu bir siyasət idi. Türkləri aşağılamaq. Gör nə hala gəlib çatmışdı ki, Osmanlının son sultanı Vahadettin, nə adı bu? Vahadettin, Türklər barəsində görün nə danışır Türklər barəsində mən Vahadettin. Baxın, bu fakt, tarixi faktı bu. Osmanlı kadar Türkleri dışlayan bir başka imparatorluk acaba var mıydı? Ta Vahidettin'e varıncaya kadar sürekli Türkler itilmiş kakılmıştır. Sizin en sevdiğiniz divan şairleriniz Nefisi'ydi, Vakisi'ydi. Naim Ahtari. Türkler hakkında söylenen lafın haddi hesabı yoktur. Vahidettin mesela. 16 Nisan 1923. Türkler dini, kavmiyeti, vatanı meşkuk ve mahlut, bu karışık demek. 5-6 milyonluk cahil bir kitledir diyor adam. 1923 yahu. Buna bir masil neler. Koyun kendinizi Mustafa Kemal'in yerine. Dönüp bakıyorsunuz Arap'tan hayır yok. Abdülhamit Han ne yaparsa hepsini Arap'tan ayırıyor. Gelmiyor. Cihat vesaire bile hiçbir tanesi işlemiyor. Yani diğerleri başına almış gitmiş zaten. En beğenmediğiniz Arnavutluk kurmuşken de küçük devletini o oradan götürüyor. Bir dönüp yaslanıyorsunuz beğenmediğiniz Türk. Ve o adam Allah gani rahmet eylesin Mustafa Kemal. Bunu ortaya alıyor. Orada da ırkçılık yok. Bir tarif yapar. Türk milleti tarifi biliyorsunuz şemsiye tariftir. Üst kimlik. Ve bu üst kimliği alıp adam şuradan şuraya getirmeye çalışıyor. Başarılı da. Şimdi kimin köyünü kimden soruyoruz Allah aşkınıza? Bir devlet kurabilmek, bir devleti idame ettirebilmek, bir devleti bir yere getirmek midir kabahati? Bakın, hemen o Vahadettin kaçandan sonra memleketi İngiliz'e, gavura, Rus'a, bilmirəm, Ermeniye, Rum'a vesaire, Yunan'a filana, İtalyana, Fransuz'a satıp, niye diyeceğim satıp? Sevr müqaviləsində qol çəkdirmişdi. O Sevr müqaviləsinə görə, Sevr Fransada bir şəhərdir. Hatta özü İngiliz, yani Vahadettin, Türk sultanı İngiliz zabitini görəndə, subayını görəndə durub ona əskər salamı verməliymiş. Nəinki Osmanlı imperiyası? İndiki Türkiye ərazisi bölünmüşdü. Kürdistana, Erməni, ayrıca dövlətlər yaranmışdı. Kürdistan, Ermənistan, Böyük Ermənistan özü adını qoymuşdu. Fransanın bir hissəsi, İstanbul İngilislərin idi təbii ki, Rusların bir hissəsi vardı. Yunanlar o ata-baba göyə torpaqlarını qaydılamış, İzmir'i falan almışlar, ta Ankara'ya kimi gedib çıxmışdılar. İtalyanların öz yerləri vardı, bölmüşdü. Vahadettin də gəlib oturmuşdu qıraqda, özünü hələ Atatürk'ün ölüm fərmanında vermişdi. Vahadettin. Və nə deyir həmən Misir qəzetində 1923-cü ildə Türk Cumhuriyyəti adı üstündədir. Türk Cumhuriyyəti. Türkiyə. Heç Türk sözünü bilmirdi o Vahadettin. Osmanlı imperatoruna baxın. O Misir qəzetinə, Misirdə bir qəzetdə müsahibə verir. Türklər kimdir ki? Dövlət içində 5 milyon qarışıq, qorxaq, belə də savadsız, cahil bir kütlədir. Türklər bizim öz barəsində danışır bu. Öz atası, babası, Ertuğrul barəsində danışır. Alçaq. Bura razborkadır, burada kəskin söyləniləcək. Kim xilas elədi və Bilge Xaqanın dediyi necə bizi təzdən o qüdrətə gətirib çıxartdı, sizə söyləyəcəm. Nə demiş ki Bilge Xaqan? Daş üzərində yazıb, 3 dildə yazıb onu, 3 dildə. Çin dilində, Fars dilində, yəni o vaxt Soq dövləti vardı, İran dilində, Fars dilində və Türkçə öz
dilimizdə öz əlifbamızla Orhan yenisi əlifbası ilə ki, birdən gələcəkdə belə Bahadəddinlər dili filan itirərlər, türk adını da itirərlər, başqa əlifbaya keçərlər, necə keçiblər ərəb əlifbasına. Necə özlərini xəlif sayarlar, görün Bilgə Xaqan haranı görüb. O yüzden üç dildə yazıb ki, nə və nəticələr oxusunlar və başa düşsünlər baba nə deyib, türklüyü itirərlərsə. Bahadəddin də itirmişdi o türklüyünü. Və bütün özünə Osmanlı, Aliye, Dövləti, Hərriyer, Şümdəl, Vəl-Habib, belə sözlər fikirləşib, özünə bir kamuflaj yaratmışdı. Sonunda da bütün dövləti məhv etdi və bölmüşdü onu Kürdistana, Ermənistana belə, özü də qaçıb getmişdi Misirə. Nə baş verdi? Adımız gedib düşmüşdü çirkaba. Savadsız deyir bizə, cahil deyir bizə, qorxaq deyir, türkə deyir, qorxaq. Onu alçaq deyir. Deyirsə, o bizə qorxaq deyirsə, o alçaq adına, ondan daha çoxuna layiqdir, mən sadəcə yumuşaq danışıram. Və o adı, həmən o qaranlıqların içindən üstünü tamamilə silib, təmizləyib, ortalığa çıxardıb, yenidən parladan və nə mutlu türküm deyən insanın adı Atatürk'dür. Öz adını da qoyub, Atatürk, yəni türklərin atası, atamızdır və bununla da qürur duyuruq. Görün, hardan adı çıxardıb Atatürk? Tamamilə yoxa çıxmış, tamamilə qaranlıqlara qərq olunmuş o adı yenidən Bilgə Xaqanın, bax bu igid, bu kişi, bu Ertuğrul Qazinin torunu, Alp Arslanın torunu, Toğrul bəyin, Çağrı bəyin, Orhan bəyin, Sultan Süleymanın, bəli biz Osmanlı ilə fəxr edirik, amma Bahadəddinlə deyil. Yenidən o adı ortalığa çıxardı və bütün dünyaya deyir ki, elə biz həmən türkük. Nə mutlu türküm deyənə və bu adı ortalığa çıxardan kimi millət, türklük yenidən qalxır, Atatürk'ün ətrafında birləşib və Türk Cumhuriyyətini qururlar. Yenidən o adı dövlətimizin üzərinə qoyurlar. 1600 il bundan əvvəl itmiş adımızı, üstü pozulmuş adımızı, aşağılanmış adımızı yenidən qaldırıb, parladıb Mustafa Kemal Atatürk və Türkiyə Cumhuriyyəti qurur. Türk bayrağı qaldırıb bütün dünyada. Bu dəfə Lozannaya gedir və Lozanna müqaviləsində məcbur edir İngilisi, Fransızı, Rusu, İtalyanı, Rumu filanı. İstanbul da bizimdir, Konstantinopol almışıq və bizimdir o. Türk yurdudur ora. Vatan bulmuşuq buranı, vatanımızdır. Bayraqları bayraq edən üstündəki qandır. Topraq uğrunda ölən varsa vatandır. Məhməd Akif Ersoy. Atatürk irsini davam etdirənlər bu cumhuriyyəti qurdular. Və oradan yenidən o Seymur quşu kimi bizim canlanmağımız, damarlarda axan qanımızın qüdrətini hiss edib, Atatürk'ün kəlamı ilə Türkiyəmizi qurduq. Və bugün də Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və digər Türk cumhuriyyətlərinin qalxmasının səbəbi bu kişidir. Təməli bu kişidir. Təbii ki, onun ardınca biz Əbülfəz Elçibəyin adını çəkə bilərik, Məhəmməd Əmin Rəsulzadə, yəni bir xronoloji olaraq belə çəkə bilərik də. Azərbaycana aid olan mən deyirəm. Məhəmməd Əmin Rəsulzadə təbii ki, Atatürk'ün dövründədir, bir yerdədir, amma cumhuriyyəti qurub, Bakını da alıb həmən o Türk ordusu təzədən bizə qaytaran, erməni Rusun altından bu xalqımızı çıxardıb, yenidən bizim şirəyində bayrağı verən olmadı, alınmadı. Rus gəldi, işğal etdi, amma Türkiyəni işğal edə bilmədilər. Orada Türklük qorundu. Burada Sovet sosyalist nə bilim nə demişdi? Baxın, bugün, mən xronoloji adları çəkim, gətirəcəm, yəni paralelə gətirəcəm. O dövrdəki bizim bəzi öndərlərin dediyi mənfur sözlər, bugünkü qüdrətli sözün paralelini gətirəcəm. Xronoloji, Məhəmməd Əmin Rəsulzadə, təzədən o ideyanı ortalığa və yenidən yüksəldən Əbülfəz Elçibəy, o bayrağı yenidən yüksəldən, qüdrətə gətirən və adımızı yenidən Türklüyə gətirən Heydər Əliyev bir millət, iki dövlət deyən, Türkiyə və Azərbaycan bir millət, iki dövlət, yəni bir millət Türk olaraq biz, iki dövlət və bugün də İlham Əliyev deyir ki, biz Türk dövlətlərinin qüdrətlənməyinə təbii ki, bütün enerjimizi sərf edəcəyik və biz Türk dövlətlərinin bugün lokomotivindəyik, biz zəfər çalmışıq Türk adı ilə, Türk ordusu ilə, Türkiyə ilə birlikdə və deyir ki, Rus imperiyası cinayətkardır. Tarixi cinayətlər törədib bizim irqimizin, millətimizin əleyhinə. Tarixi cinayətlər. Paralel demişdim, gətirəcəm.
Əsrin əvvəlində biri söyləmişdi ki, əbədi xoşbəxtliyimiz Rusiya ilə bağlıdır. Bilirsiniz kim deyib bunu? Belə taxtabaşlar indi də var burada. Satqınlar indi də var. Amma onlar da gəlib çıxacaq birazdan. Çox önəmli videolarımız var. Əziz dostlar, siz like işarəsini tıklayın. Bir də hardan baxdığınızı, hansı ölkədən baxdığınızı mütləq yazın. Press kluba abunə olun ki, indi bax bundan sonra dediklərimi bütün insanlar, daha çox insan eşitsin. Çünki çox önəmli məqamları bir gün söyləyəcəm. Bəli, Mustafa Kemal Atatürk o adı yenidən qaldırdı və bütün dünya Türkün varlığını duydu, bildi, yumruğunu gördü, qüdrətini gördü və o dəqiqə quyruqlarını yerə qoyub geri oturdular. İndi isə artıq təkcə Türkiyə deyil, Turan gücü və dediyim kimi Trump əgər indi dünyanı qatırsa, bölürsə bir yerə, deyəcəm sizin bizim işimiz nədən ibarətdir və biz nə etməliyik. İndi sizə bir video göstərəcəm. Baxın, görün Türkün qüdrəti ilə onun mərhəmətini nümayiş etdirən bir Türk tenisçi qız. Baxın, Türk tenisçi qız, tenis. Yəni bizim güclü olduğumuz iman öyüdür, amma orada da artıq bizim güclülərimiz ortalığa çıxırlar. Baxın, görün nə hadisə baş verib və bu qızı necə türklüyü nümayiş etdirir bütün dünyaya. Baxın, bax tenis oyununda oradakı köməkçi qızcığazlardan biri görürsünüz ürəyə gedir, bayılır da. Bəlkə səhərsə az çörək yeyib, ola bilər də qız uşağıdır da, bəlkə ola bilər nəsə evdə qalır. Biz böyüdük. Demək ki, Bilge Xaqan nə qədər bilikli və nə qədər strateji düşüncəyə ki, 1600 il öncəni görən bir dəhşətli, ağla, intellektə malik, böyük, yaxşı mənada dəhşətli, böyük intellektə malik olan bir sərkərdə və alim olub. Bunu ancaq alim deyə bilər. Deyirlər, filan kəs gələcəyə deyirlər, Nostradamus deyirlər, filan, Jirinovski deyirlər, İtqurdun adını çəkirlər. Əşi, Bilge Xaqan babamız deməyib, yazdırıb daşın üzərinə ki, özünə dönündə böyük olacaqsın. Özümüzə döndük, Atatürk'ün əziyyəti ilə, qəhrəmanlığı ilə və onun ətrafında olan digər igidlərdəki İsmət İnönü və çoxdular orada. Adlarını bir-birimə çəksəm, bugün proqramımıza heç vaxtı çatmaz. Amma onların igidliyi ilə biz yenidən özümüzə dönmüşük.